Gəlin bu cümləni ingilis dilinə çevirək. Tural çox pul görəndə özünü itirir. Deməli, kim itirir? Tural. Olduğu kimi yazırıq. Nə edir? Özünü itirir. Lose, amma üçüncü şəxsi olduğuna görə burada bir s artırırıq. Özünü itirir, olur, özünü olacaq. Himself. Birinci tərəf tamamlandı. Nə zaman? Çox pul görəndə. Deməli, kim görür? Tural. Ona görə turalı yenə he ilə əvəz edirik. Bura bir s əlavə edirik. Yenə üçüncü şəxs olduğuna görə s əlavə etdik. He sees. Çox pul görəndə. Deməli, burada olur. Çox əvəz edirik. Eladır. Money. Bura bir boşluq koydum. Çünki mən burada nəyə yazmadım? Baxın, burada görəndə. Bura bir when bağlayıcısını əlavə edirik. Çünki əgər when əlavə etməsək, yəni burada olur ki, Tural özünü itirir, çox pul görür. Görəndə, dadə əlavə etdiyimiz üçün bura when əlavə etməliyik. Tural loses himself when he sees a lot of money.